Təmizlik nəzarətçisi işi var yoldaşlar. Təmizlik nəzarətçisi işi. Gəlin baxaq görək bu işin şərti nədir? Deməli yoldaşlar, bu sizdən tələb eləyir 30-50 yaşlı bir xanım olmanızı tələb eləyir. Və bu sahədə 2 illik iş təcrübəsi tələb eləyir. Ximikatlar barədə biliklərinizin olmanı tələb eləyir. Belə bir işdir yoldaşlar. 800 manatlıq bir işdir. Dağüstü parkdadır. Restorandadır. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə, əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildədir. Təkcə bu iş yox, digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildədir. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Toğrul Ləzov adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.